Gəlin Azərbaycan tarixinin monumental şəxsiyyəti Məhəmməd Əmin Rəsulzadənin həyatına nəzər salaq. Bu sözlər Azərbaycanın istiqlal hərəkatının güclü şüarına çevrildi. Müəllifi isə elə onun qurucusudur. Bu, onun həyatının zirvəsi idi. Bəs o bu nöqtəyə necə gəlib çatmışdı? Hər şey 1884-cü ildə başlayır. Rəsulzadə gənc yaşlarından çarizmin əleyhinə gedən bir inqilabçıya çevrilir. Onun ideyası çox sadə idi, amma bir o qədər də inqilabi. Azərbaycanlıların özünü idarə haqqı olmalıdır. 1917-ci il Rusiya imperiyası çökür və bu xaosda Rəsulzadə və tərəfdarları tarixi bir fürsət görürlər. Və hadisələr çox sürətlə cərəyan edir. Rəsulzadə yeni, müstəqil bir dövlətin qurulmasına rəhbərlik edir. Bu sadəcə bir dövlət deyildi. AXC bütün türk müsəlman şərqində ilk parlamentli respublika idi. Amma heyf ki, bu müstəqillik xəyalı çox qısa çəkdi. Cəmi cümlətanı 23 ay. 1920-ci ilin aprelində Qırmızı Ordu işğalı ilə hər şey bitdi. Rəsulzadə üçünsə çətin sürgün həyatı başladı. Bu mübarizənin şəxsi bədəli isə inanılmaz dərəcədə ağır idi. Bütün ailəsi Sovet rejiminin qurbanı oldu. Sürgündə olsa da, Rəsulzadə bir an belə azad Azərbaycan uğrunda mübarizəsindən əl çəkmədi. Vətənini azad etmək üçün o qədər çalışırdı ki, hətta nasist Almaniyası ilə belə ittifaq axtarırdı. Onun prinsipi isə buydu. Bu ideya sonradan Sovet rejimini belə üstələdi. O, Azərbaycançılıq ideologiyasını formalaşdırdı. Bu, türkçülüyü, İslamı və müasirliyi birləşdirən bir ideya idi. Mühacirətdə dünyasını dəyişsə belə, onun ideyaları müasir Azərbaycanın müstəqilliyinin təməli oldu. Heç vaxt azad vətəninə qayıda bilmədi, amma onun adı millətin qurucu atası kimi əbədi yaşayır. Bəs bir millət süqut edəndə, amma onun ideyası yaşayanda, liderin irsini necə ölçmək olar?